Bugün mən sizə Hümbətli Elcan pasiyent haqqında məlumat vermək istəyirəm. Hümbətli Elcan dekabr ayından ağır forma atopik dermatit, neyrodermit formasında deməli diaqnozu ilə müxtəlif xəstəxanalara, müxtəlif yerlərə müraciət etmişdi. Özlərinin dediyinə görə müsbət nəticə alınmamışdı. Son olaraq bizim klinikamıza müraciət eləmişdi, bizə müraciət eləmişdi. Mən xəstəni nəzarətə götürmüşəm, götürdük. Şükür Allaha apardığımız müalicələr fonunda Elcanın bütün dermatit simptomları keçdi. Bugünkü gündə normal həyatını yaşamağa davam edir. Dekabr ayında xəstələnmişdi, elə neçə yerə getdi, apardıq biz. Sonra gəldi Şəvərət həkimin yanına, o müalicə elədi, onda yaxşı oldu. Elcan, indi özünü necə hiss edirsən? Yaxşı. Qulağındakı yaralar, sifətindəki, boyundakı yaralar hamısı çəkildi, getdi. Tamam mı? Bəli, Allah özün köməyində olsun. normal hiss edirsən. Lap yaxşı. Şəvərət həkimə təşəkkür